Salam əziz izləyicilər, kanalıma xoş gəlmisiniz. Ümid edirəm ki, hər birinizin günü gözəl keçir. Mən hazırda evdəyəm və güzgü qarşısında Nurla birlikdə vloqumuza başlayırıq. Yanımdakı balaca xanım isə vloqun əsas qəhrəmanıdır. Əgər kanalıma ilk dəfə rast gəlmisənsə, videoları sona qədər izləməmiş keçmə. Bu kanalda ana-bala həyatımızdan parçalar, gündəlik rutinlər, gəzməklər və bəzən də sadəcə ürəkdən söhbətlər paylaşıram. Bugün anamgilə gəlmişdim. Onlar Binə qəsəbəsində yaşayırlar. Dedim ki, bura gəlmişkən həm Nuru, həm də virtual olaraq sizi Binədə biraz gəzdirim. Evdən çıxıb avtobusla yola düşdük. Nur da pəncərədən baxa-baxa hər gördüyüm maraqla izləyir. Biz 2017-ci ildə bura köçmüşdük və o vaxtki binə ilə indiki bina arasında çox böyük bir fərq var. Pəncərədən baxdıqca bunu daha aydın görürəm. Yeni evlər, yeni mağazalar, artan insanlar. Əvvəllər bu yollar daha sakit idi, indi isə demək olar ki, hər addımda bir həyat var. Yaşayışın bu qədər artması bir tərəfdən yaxşıdır, imkanlar çoxalır, hər şey yaxın olur, amma bir tərəfdən də insan köhnə sakitliyi axtarır. Bu vlogu çəkərkən düşündüm ki, bəlkə binədə və ya binəyə yaxın yaşayan, amma buraları tanımayan insanlar üçün faydalı olar. Bəzən elə yerlər olur ki, evimizə çox yaxındır, amma heç gedib görməmişik. Nəhayət gəlib çatdıq binədə mərkəz deyilən hissəyə. Əvvəlcə bir-iki mağazaya baxım dedim. Bu paltarın qiyməti 15 manat idi, amma heç rahat değildi. Bu paltarı isə başqa bir mağazada yoxladım. Paltarın qiyməti 25 manat idi. Sadəcə iç göstərməsi mənim xoşuma gəlməmişdi. Amma satıcı xanım məni çox arıq olduğum üçün taxtaya bənzətdi və geyimin mənə yaraşmadığını dedi. Açığı indiyə qədər bu sözləri çox eşitmişəm, amma mən özüm olduğum kimi sevirəm. Mağazadan çıxandan sonra isə Nuru əyləndirməyə gedirik. Gedəcəyimiz əyləncə mərkəzinin adı isə Timland əyləncə mərkəzidir. Mərkəzdə dayanacaqda düşdükdən sonra üzü xəstəxanaya qalxan yolda sağ tərəfdə yerləşir. Bura çox böyük bir yer olmasa da içəri girən kimi insanın içini isidir. İçərisi isə bu şəkildədir. Müxtəlif oyuncaqlar, balaca oyun zonası, kiçik bir qum sahəsi. Sən mi? Mi? Min. Bu əyləncə mərkəzində qiymətləri isə çox münasibdir. İçəri girən kimi belə jetonlar aldıq. Bir jeton 50 qəpikdir. Bəzi oyuncaqlar 1, bəzi oyuncaqlar 2 jeton tələb eləyir. Toplar olan oyun sahəsi 2 jetondur, yəni 1 manatdır. Özüm üçün bu rəngli saqqızlardan birini aldım. Böyle. Belə bir oyun sahəsi də var. Buranı Nur çıxana yaxın gördü, amma onda da jetonlarımız bitmişdi. Mən isə kənardan baxıram və düşünürəm ki, xoşbəxtlik bəzən bu qədər sadədir. Biraz qum, bir neçə oyuncaq və özünü güvənli hiss etdiyim bir mühit. Bəzən valideyn olaraq özümüzü çox yüklüyürük. Daha yaxşısını etməliyəm, daha çox aparmalıyam, daha bahalı yerlər seçməliyəm deyə. Amma əslində uşağa lazım olan şey vaxt, diqqət və birlikdə olmaqdır. Videonu çəkəndə düşünürəm ki, bu topda oynayan uşaq bir gün böyüyəcək və hər şeyi ana mən özüm eləyərəm deyəcək. Ona görə də belə anlar video çəkib xatirə saxlamaq lazımdır. Nur oynadıqca mən də öz-özümə söz verirəm ki, hər gün mükəmməl ana ola bilməsəm də həmişə yanında olmağa çalışacağım. Əgər siz də mənim kimi yaxın yerlərdə məkan axtarırsınızsa, bəzən belə kiçik əyləncə mərkəzləri yetərli olur. Uşaqlar üçün ölçü önəmli deyil, hiss etdikləri önəmlidir. Burada Nur sərbəst idi, rahat idi, gülürdü. Mənim üçün də əsas olan budur. Baxım, nə elədin? Nur. Hara gəlmişsən sən? Nə yeyirsən? Nə? Qənd yiyor, qənd. Nur, acmısan? Yemək istəyirsən?
Hə, nə yeyəcəksən? Yox, pizza yoxdur burada. Daha sonra özümüzə dönər və fri kartof sifariş elədik. Kifayət qədər doyumlu idi. Hesab isə 7 manat elədi. Onu da qeyd edeyim ki, bu əyləncə mərkəzində 15:00-dan sonra belə bir əyləncə başlayır, klonlar gəlir. Amma Nur klondan qorxdu, ona görə də biz bu hissədən tez çıxdıq. Beləcə günümüz də sona yaxınlaşır. Bəzən elə gəlir ki, bu günlər bir-birinin eynisidir. Yola çıxırsan, gəzirsən, qayıdırsan. Amma əslində heç bir gün bir-birinin təkrarı deyil. Uşaqlarımız hər gün biraz daha böyüyürlər. Bizim isə həyata baxış tərzimiz hər gün biraz daha fərqli olur. Bu vloqda böyük planlar yox idi. Sadəcə bir ana və övladının birlikdə keçirdiyi adi bir gündür. Amma məncə ən dəyərli günlər də elə bu cür günlərdir. Bu günü bizimlə keçirdiyiniz üçün çox sağ olun. Əgər bu videonu bəyəndinizsə, bəyənməyi unutmayın. Kanala abunə olun ki, ana-bala həyatımızdan yeni videolarla yenə birlikdə olaq. Növbəti videolarda görüşənədək. Nə qəşəngdir, nənə? Bax. Gəldik.